Siz ətrafdan layiq olduğunuz dəyəri görmürsünüzsə, demək ki, ailədən özgüvənsiz bir şəkildə böyümüsünüz. Belə çox insanlar var ki, bir problem yarananda onun ətrafında çox danışırlar, çox söhbət eləyirlər. Amma o problemi həll etməyə gələndə, orada çox az insan o problemi həll etməyə çalışır. Salam əziz izləyicilər, bu günləri mən sizə layiq olduğunuz dəyəri necə ala bilərsiniz ətrafınızdan və nə səbəbə özünüzü dəyərsiz hiss edirsiniz, bu barədə danışmaq istəyirəm. Birinci xüsusiyyət nədir? Əgər siz ətrafdan layiq olduğunuz dəyəri görmürsünüzsə, demək ki, ailədən özgüvənsiz bir şəkildə böyümüsünüz və yaxud da valideynləriniz evdə sizə yetərincə o layiq olduğunuz dəyəri verməyib indiyənə qədər və yaxud da siz böyüyəndə istədiyiniz həyatı yaşamamısınız və buna görə də dəyərli hiss etmirsiniz hal-hazırda özünüzü. Bəs necə olar ki, siz özünüzü dəyərli hiss edəsiniz? Bu barədə də danışaq. Birinci xüsusiyyət nədən ibarətdir? Daha çox öz layiq olduğunuz dəyəri hiss etmək üçün ünsiyyət ustası olmağınız. Yəni siz nə qədər yerində danışsaz, yerli yersiz danışmasaz, o qədər də ətrafınızda daha çox dəyər görəcəksiniz. Yəni bir söhbət açılanda dəqiq araşdırın, yəni tam dəqiq bildiyiniz bir məlumatı verin. Dəqiq bilmədiyiniz bir məlumatı verməməyə çalışın ətrafınızdakılara. Sizin haqqında onların təsəvvürü savadlı və yaxud da bilir və dəqiq bir məlumat bizə çatdırır. Yəni bu cür olsun. İkinci bir xüsusiyyət isə öz hisslərinizi idarə edə bilməyinizdir. Yəni siz bir problem baş verəndə nə dərəcədə düzgün öz hisslərinizi idarə etməyi bacarsanız, o qədər də ətrafdan dəyər alacaqsınız. Və əksinə özünüzü nəzarətdən çıxmış kimi hiss eləsəz, nə dərəcədə əsəbisiz, bunu idarə edə bilməsəz, o qədər də ətrafdan sizi dəyərsiz bir insan kimi görəcəklər və sizə layiq olduğunuz hörməti verməyəcəklər. Digər bir əsas xüsusiyyət isə bədən dilinizi idarə etməyinizdir. Yəni siz nə dərəcədə öz bədən dilinizdən düzgün şəkildə istifadə etsəz, o dərəcədə də insanlar düşünəcək ki, bu nə dediyini bilir və həqiqətən də bədən dilindən düzgün bir şəkildə istifadə edir və sizin dedikləriniz o insanlara daha yaxşı, yəni çatacaq, daha yaxşı məlumat, asan bir məlumat əldə edəcəklər onlar. Bu tərzlə də siz layiq olduğunuz hörməti rahatlıqla ala bilərsiniz. Yəni lazım olduqda evdə də məşqlər eləyin, bədən dilinizdən düzgün şəkildə istifadə eləmək üçün, yəni bədən dili ilə bağlı kitablar var və yaxud da videolar var. Nə dərəcədə düzgün özünüzü ifadə edə bilərsiniz. Bu barədə araşdırmalar da edə bilərsiniz. Digər əsas bir xüsusiyyət isə layiq olduğunuz dəyəri almaq üçün. Əgər həqiqətən də dəyərli insan olduğunuzu düşünürsünüzsə və bacarığınızın, qabiliyyətinizin olduğunu düşünürsünüzsə, bu qabiliyyətlərinizi, bacarıqlarınızı ətrafdakılara daha çox göstərməyə çalışın. Yəni bildirməyə çalışın ki, mənim bu qabiliyyətim var, yəni bu bacarığım var. Yəni tamamilə içinizdə də saxlamayın, tamamilə yəni mükəmməl bir şəkildə də göstərməyin. Və həmçinin görünüşünüzə də diqqət yetirməyə çalışın. Yəni görünüşünüzə, məsəl üçün sağlamlığınıza, gigiyenik cəhətdən təmiz olmağa diqqət göstərin ki, o layiq olduğunuz dəyərə xələl gəlməsin, belə bu cür ifadə eləyək də biz. Digər bir əsas xüsusiyyət isə problem həll edən olmaq. Yəni biri var ki, belə çox insanlar var ki, problem haqqında danışırlar. Yəni bir problem yarananda onun ətrafında çox danışırlar, çox söhbət eləyirlər. Amma o həlli gələndə, problemi həll etməyə gələndə, orada çox az insan o problemi həll etməyə çalışır. Və siz əgər həqiqətən problem həll edən bir xasiyyətə, xüsusiyyətə maliksinizsə, buna istifadə etməyə çalışın və həmçinin o problem həll etmə xüsusiyyətinizi də inkişaf etdirməyə, artırmağa çalışın ki, ətrafdan o diqqəti, o dəyəri asan şəkildə alasınız. Mənim videom bu qədər. Sağ olun. Gələn videolarda görüşənədək videonu bəyənib abunə olmağı da unutmayın.